İnsanları güldürürdü. Həyatı faciəymiş. Özünü öldürən milyonların sevimlisi Robin Williams sonunu necə yaxınlaşdırdı? Ölkəz Robin Williams haqqında maraqlı faktları təqdim edir. Robin Williams 1951-ci ildə Amerika Birləşmiş Ştatlarının Illinois ştatının Chicago şəhərində doğulub. Atası Robert Fitzgerald Williams Ford şirkətində yüksək səviyyəli rəhbər vəzifəsində çalışıb, anası Laura isə keçmiş model idi. Robinin valideynlərinin əvvəlki evliliyindən bir uşağı olub. Valideynlərinin hər ikisi işlədiyindən Robin onlarla çox vaxt keçirə bilmirdi və özünə qapanmışdı. O, diqqətləri üzərinə çəkmək üçün insanları güldürməyi seçmişdi. Elə hər şey də buradan başlanır. Zarafatlarına görə məktəbdə qısa müddətdə populyarlıq qazanan Williams evində ona qarşı olan diqqətsizliyi yumorla ört-basdır etməyə başlamışdı. O, hər dəfə bir mühitə öyrəşdikdə ailəsi iş və ya başqa səbəblərdən yaşadığı ərazidən köçürdü. Bu da yeni insanlara adaptasiya olmaq demək idi. 16 yaşında Michiganda getdiyi məktəbdən məzun olanda sinifin ən gülməlisi və uğur qazanma ehtimalı ən aşağı olan şagird statusu qazanmışdı. Hamı düşünürdü ki, Williams insanlar güldürsə də bu karyera qurmaq üçün yetərli deyil. O, siyasət elmi oxumaq üçün universitetdə qeydiyyatdan keçsə də, aktyorluq etmək istəyinə görə bir neçə ay sonra təhsilini yarımçıq qoyur. 3 il bir icma kollecində aktyorluq təhsili aldıqdan sonra 1973-cü ildə Williams çoxlarının arzuladığı Juilliard musiqili teatr məktəbinə qəbul olur. Həm məktəb yoldaşları, həm də müəllimlər Robin istedadına heyran qalmışdılar. Amma hədsiz çox zarafat etməsi müəllimlərin xoşuna gəlmirdi. Heç kim onun ciddi rol oynayacağına inanmırdı, amma Williams bunu sübut etmişdi. Onu məktəbə qəbul edən John Houseman təcrübəli bir aktyor idi. 3 il sonra Houseman gələcəyin ulduzuna deyir ki, o artıq məktəbdən öyrənəcəyi hər şeyi öyrənib. Beləliklə, Williams Juilliarddan ayrılır. O, 25 yaş olanda Kaliforniyadan San Fransiskoya getsə də, aktyor kimi iş tapa bilmir. Sonra kilsədə komediya emalatxanası üçün yazılan elanı görür və Luteran kilsəsinin zirzəmisində stand-uplara başlayır. Özünü inkişaf etdirən Williams daha sonra Los Angelesa gedir. Nəhayət televiziya prodüserlərindən biri onun istedadını kəşf edir. Bir neçə kiçik roldan sonra o, Xoşbəxt Günlər sitkomunda Yad Planetlər rolu ilə qısa müddət ekranlarda görünsə də çox bəyənilir. Komediya aktyoru John Belushi ilə yaxın dostluqları onları uçuruma sürükləyir. Aktyorların hər ikisi də içki və narkotikə qurşanır. 1982-ci ildə Belushi narkotikin dozasının çox olmasından ölür. Düşdüyü vəziyyətdən peşman olan Williams özünü toplayır və səhnələrə qayıdır. Qadınlar ona heyran edib. Aktyor da qadınlara yox deyə bilmirdi. O, müsahibələrinin birində qadınlara aid olduğunu və başına gələnləri alçaldıcı hesab etdiyini, eləcə də utandığını demişdi. Çünki Robin Williams'ın münasibətlərinin hamısında xəyanət var idi. 3 dəfə evlənən və 3 uşaq atası olan Robinin həyatından saysız hesabsız qadın keçmişdi. Onun çəkildiyi filmlərdən Sabahın xeyir Vietnam, Ağıllı Will Hunting, Mrs. Doubtfire, Ervi və s. aktyora xeyirli şöhrət qazandırıb. O, filmlərdəki improvizasiyalar ilə də yaddaşlarda qalıb. Rol aldığı Patch Adams filminin səhnələrində həqiqətən xəstə uşaqlar yer alıb. Ekran işi çox tənqid edilsə də sonradan uğur qazanıb. Bir neçə dəfə Oscar mükafatına namizəd göstərilən aktyor Ağıllı Will Hunting filmindəki rolu ilə bu mükafata layiq görülüb. Bütün bu illər ərzində onun həyatında hər şey yaxşı görünsə də, dostu John Belushi'nin itkisi onda iz buraxmışdı. 2003-cü ildə Williams təkrar içməyə başlayır. Vəziyyət o həddə çatır ki, aktyor reabilitasiya mərkəzinə yerləşdirilir. Bu vəziyyəti və xəyanət iddiaları onun ikinci evliliyinin də bitməsinə səbəb olur. Üçüncü dəfə isə o, mağazada tanış olduğu bir qadınla evlənir. Əvvəllər hər şey yaxşı görünsə də, cəmi 2 il sonra Williams'ın səhhətində ciddi problemlər yaranır. Onun psixi sağlamlığı pozulur. Həkimlər 62 yaşlı aktyora erkən Parkinson diaqnozu qoyurlar. 2014-cü ildə öz yataq otağında həyatına son verir. Williams'a Parkinson diaqnozu qoyulsa da, son illərində müşahidə olunan davranışları anormal idi. Aktyorun ölümündən sonra yarılma nəticəsində onun beyninin hər yerində Lev adlanan anormal hissəciklər tapılıb. Bu isə yaddaş itkisi, halüsinasiyalar, yuxusuzluq və Parkinsonla oxşar simptomları olan başqa bir xəstəlikdir.